Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Hər birinizin Allah mütəal itaat və ibadətlərini inşallah ki, ən ali dərəcədə qəbul eləsin. Bugün Allahın izni ilə inşallah ki, Allah yanında insanın dəyərini ayırd eləyən və Allahın da ən önəm verdiyi mövzulardan biri olan dua barəsində danışacağıq. Biz bəzən dua mövzusunu çox adiləşdirmişik. Halbuki Qur'an-ı Kərim buyurur ki, Bismillahirrahmanirrahim. Qul mə yə'bə'u bikum Rabbi ləvlə duaukum. Deyir, ey Peyğəmbər, sən onlara de ki, əgər sizin duanız olmasa, dua etmiş olmasanız, Rəbbim sizə nə üçün dəyər versin? Yəni, insanın duaları onun Allahın yanında dəyərinin göstəricisidir. Bir baxımdan Allah hər bir insanın fitrətində dua etmək, digər adıyla desək, çağırmaq, ən azından çarəsiz bir vəziyyətə düşdükdə kimdənsə kömək istəmək instinktini qoyur. İnsan fikir versəz, çətinə düşən kimi kimisə gözü axtarır. Uşaq da belə əli də əzilsə görsən anasını çağırır. Əslində çağırmaq və yaxud da ki, çarəsiz bir hala düşdükdə kimdənsə kömək istəmək insanın təbiətində var. Amma o kimdən olmalıdır? Allahdan olmalıdır. Allah mütəal ona görə insana dua edə bilmək kimi bir nemət verir. Qur'an deyir ki, Allah mütəal özü buyurur ki, Ud'uni əstəcib ləkum. Siz məni çağırın ki, mən sizin duanızı qəbul edeyim. Yəni, Allah bəndələrini dua edə bilən halda görmək istəyir. Allah yanında bəndənin ən sevimli halı, bəndənin Allaha dua etdiyi haldır. Fərqi yoxdur, nə istəyir? Allahdan istənilən hər bir şey bizim üçün böyük olsa da Allah mütəal üçün kiçikdir. Çünki Allahın qüdrətinin xaricində bir şey yoxdur. Və biz diqqət eləsək, Qur'an-ı Kərimdə ilahi elçilərə, peyğəmbərlərə və yaxud da ki, imamlarımızın dualarına, münacatlarına görərik ki, hamı Allaha dua eləyib, hamı Allahdan istəyib. Məsələn, Hz. Musa əleyhissalamın, Hz. Nuh əleyhissalamın, Hz. İbrahimin, Hz. Peyğəmbərin özünün, hamının özünə məxsus da duası olur. Məsələn, Hz. Musa əleyhissalam deyirdi ki, Rabbi, inni limə ənzəltə iləyyə min xayrin fəqir. Ey Rəbbim, mən sənin mənə nazil edəcəyin xeyrə möhtacım. Dua eləyir. Peyğəmbər də əlbəttə ki, Allah onsuz da xeyirlərin ən yaxşısını verəcək də Peyğəmbərinə. Amma dua eləyir. Elə eynən o cürlədə biz diqqət eləsək, Hz. Nuh əleyhissalam, Qur'an deyir ki, وَلَقَدْ نَادَانَ نُوهٌ فَلَنِعْمَ الْمُجِيبُونَ deyir ki, həqiqətən də Nuh bizi çağırdı, bizə dua elədi. Yəni, Allah mütəalın əzəmətinin göstəricisidir bu. Allaha dua elədi. Biz gözəl qəbul eləyənik, yəni duaları qəbul edənik. Biz onun duasını qəbul elədik. وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ Biz ona və onun ailəsinə qəm-qüssədən nicat verdik. Minəl kərbil azim. Böyük qüssədən nicat verdik. Qəmdən onu uzaqlaşdırdıq. Dua etmək çox əhəmiyyətlidir. Amma gərək bunu da adiləşdirməyəsən. Söz xətrinə olmasın. Adiləşməsin. Bizim çox zaman, hətta dualarımız da, məsələn, diqqət eləsiniz, fərəc duasını hərdən görürəm ki, diqqət edirəm ki, çox adiləşdiririk. Adi deyil. İmamın salamatlıq duasıdır. Amma adiləşdirir. Salavatı adiləşdirir. Belə olmalı deyil. Salavat duanın qəbulu üçün ən önəmli neçə cəhət ki var, biri elə salavatdır. Biz o salavatı adi deyirik. Belə olmalı deyil. İmam Sadiq əleyhissalam buyururdu ki, İnnə dua, həqiqətən dua, ənfəzu minəs sinan, nizədən daha güclüdür, daha təsirlidir. Nizə ki, iti olar ucu, dua ondan da təsirlidir. Başqa bir hədisdə Həzrət Peyğəmbər buyurdu ki, Mən ləm yəsəlillah əzzə və cəllə min fadlihi fəqədif təqar.
hər kəs Allah Taalanın fəzlindən, yəni rəhmətindən istəməsə, Allaha dua eləməsə, həqiqətən də yoxsullaşar. Əlində olanlar da əlindən çıxacaq. Niyə? Çünki Allah bəndələri ona dua edən halda görmək istəyir. Başqa bir hədisdə buyurulur ki, dua nazil olan və olmayan bəlanı geri qaytarır. Görün, nə qədər önəmli məsələdir. Bir hədisdə deyim, Həzrət Peyğəmbər buyurdu ki, "Dua silahul mu'min", dua müminin silahıdır və amudud din, dinin sütunudur və nurus səmavati vəl ard, göylərin və yerin nurudur. Bu qədər önəmlidir dua eləmək. Bu qədər önəmlidir. İmam Sadiq dedi ki, Məysirə, ey Məysir, səhabəsi idi də, dua elə və artıq heç zaman iş bitdi demə. Yəni, mənim daha onsuz da mənim müqəddəratım dəyişməyəcək, belə demə. Dua elə, həqiqətən də Allah Taala yanında elə bir məqam var ki, o məqama yalnız dua etməklə çatmaq olar. Əgər insan ağzını bağlayıb heç bir şey istəməsə, ona bir şey verilməz. Elə isə sənə bəxş edilsin deyə istə. Namazdan sonra inşallah danışarıq. Ey Məysir, həqiqətən də deyir ki, dua hər bir qapının açarıdır. Və imamın sözü budur ki, ey Məysir, həqiqətən də döyülən hər bir qapının onu döyən şəxsin üzünə açılmasına ümid var. Yəni, bu qədər önəmlidir. Ona görə də dua eləmək çox önəmlidir. Hətta İmam Sadiq əleyhissalam buyururdu ki, bəndə var, dua eləyir, Allah onun duasını qəbul edir, amma mələklərinə deyir ki, onun hacətini ələ verməyir. Çünki mən onun səsini eşitməyi xoşlayıram. O ki, məndən münacət edir, bu yaxşı haldır. Deyir, bəndə də var, dua eləyir. Allah deyir, sizə onun duasını qəbul edin, mələklərə deyir. Elə o nə istəyir, onu verin, getsin. Niyə? Çünki onun səsini xoşlamıram. Burada nə mənadır? Allah səsi xoşlayar, xoşlamaz. Məqsəd o deyil, məna bu deyil. Məna budur ki, Allahla münacət edəndə də bu münacatın bir ədəb və üslubu var. Bir yerə elə adi bir yerə gedib filan şey istəyirəm. Yaxın adam da belə olsa verər, amma deyər ki, sən məndən düzgün istəmədin. Amma Allah yanında əlbəttə bizim Allaha ehtiyacımız var. Allahın bizə zərrə ehtiyacı yoxdur. Amma Allahla münacət edəndə o münacatın şirinliyi budur ki, onun ədəb və üslubu yerində olsun. Allahdan istəmək xətrinə istəməyək. Hətta İmam Sadiq əleyhissalamdan biri soruşdu ki, ağa, mənim bəs bir çətinliyim var, mən necə dua edeyim? Dedi ki, evində get bir süfrə aç, bir neçə nəfəri də dəvət elə yaxınlardan. Sonra da onlara denən ki, öz hacətini denən ki, onlar da sənin biskidiri iltiması dua. Sənin nə hacətin varsa, onlar da sənin üçün dua eləsinlər. Bizim hədisimiz var ki, bir nəfər əgər 40 nəfər üçün dua eləsə, istəsə bir şey Allahdan, Allah həmin 40 nəfərə görə onun da duasını qəbul edir. Yəni, dua bu qədər gözəl şeydir ki, deyir, təkcə özün üçün də kifayətlənmə, başqaları üçün də istə. Bu qədər mühüm məsələdir. Və bəzən deyə bilərsiniz ki, bizim dualarımızın aqibəti necə olur? Bizim dualarımızın aqibəti bu üç haldan başqa bir şey deyil. Əgər həqiqətən də üslub və ədəbinə uyğun şəkildə istəmişiksə, ya Allah onu elə dərhal verəcək, ya bizə ondan daha yaxşısını verəcək, ya bizim xeyrimizə deyil deyə verməyəcək ki, bu sizin xeyrinizə deyil. Amma hər bir halda Allah onun əvəzində bizə xeyir verəcək. Və bəzən də vaxtı var. Hər duanın vaxtı o demək deyir ki, indi dua elədim, indi həyata keçməlidir. Vaxtında Allah verəcək. Vaxtında. Bizdən də tələb olunan budur ki, bəzi dualarımızın nəticəsini görməyə tələsməyək. Hər bir şey zamanında gözəldir. Vaxtı var, məqamı var. Ona görə dua eləmək bizim Allah yanında dəyərimizi müəyyənləşdirir. Namazı bitirən kimi elə qaçım elə olmasın. Allahla bir xəlvəti olsun insanın ki, Allahdan nə istəyirsənsə istə, amma ələl-xüsus Allahdan özün üçün xeyirli olanı istə. Ətrafın üçün, dost üçün, tanış üçün istə və onların da xeyrini olanı istə. Allah mütealdan istəyir ki, Allah müteal bizim barəmizdə xeyirli olan dualarımızı qəbul eləsin inşallah. Allah mütealdan istəyir ki, Allah Qur'an və Əhl-i Beytdən bizi ayrı salmır.
Allah bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucaltma. Övladı olmayanlara salih övlad nəsib elə inşallah. İlahi, bizi zəmanənin imamının xidmətçilərindən qərar ver. İlahi, kimlərin ki, nə sıxıntıları var, çətinlikləri var, hacətləri var, Qur'an və Əhl-i Beytə xatir onları həll elə inşallah. İtaət və ibadətlərimizin qəbulu üçün, zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat etsən edir.